Top çıxır meydandan. Və qarşılaşmanın final fiti səslənir. Yay mövsümü mini futbol turnirinin 3-cü yerinin sahibi bürünc mükafatçılar Sumqayıt komandasıdır. Çempionatın ən gənc kollektivi, Gənclər şəhərinin təmsilçisi bürünc medalların sahibi olur bu maçda. Ümumiyyətlə, hər bir oyuna, hər bir çempionata biz nailiyyətə görə giririk. Gülməyim. Galaxy ilə oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Daha çox hücuma atılaraq belə 5 qol vurub 4 qol buraxa da bilərdik. Mən deyərdim ki, Buxar oyunu bizim bəlkə də ən zəif oynadığımız oyun oldu da. Kiçik büdcə ilə böyük ürəkli uşaqları yığdıq. Ballı komandası aqressiya yaradandan sonra 2 qat möhtəşəm oyun oynadıq və möhtəşəm qələbə qazandıq. Mən öz komandamla qürur duyuram, fəxr edirəm. Biz Avropalar üçün çalışacağıq. Azərbaycan Mini Futbol Liqası bizi gözləsin.